Gündə 700-800 qram qızıl balıq, bir 600 qram mal əti, təmiz qırmızı ət, steak, yəni. Bir də toyuq filesi yeməlisiniz. Bir də qara ikra yeməlisiniz ki, uşaqlar böyüyəsiniz. Dedi bir tələbə mənə ki, dırnaqarası müəllimi buna bu cür diyeta yazıb. Ay başıboş qanmaz. Bu adam 450-500 manat maaşa işləyir və bu adam məşq eləmək istəyir. Zala gedir 30 manat verir, 25 manat verir, 20 manat verir, 40 manat verir və yaxud da 15 manat verir. Hər hansısa bir zala. Bu şəxs, ay bədbəxt dırnaqarası müəllim, sən özvə müəllim deyirsən, bir dənə döşvü başıvı şişirtməklə, bir dənə də qolunun üstünə Allah sənə biraz genetika verib, damarı çıxıb oradan. Vəssalam, sən buna deyirsən ki, 1 kilo qızıl balıq yiyirəm, qara ikra yiyir. Sən nə qədər qanmaz, nə qədər tupo insansan ki, insanın bir balaca maddiyyatını düşünmək lazımdır. Qarşı tərəfin, tələbənin bir baxmalısan ki, bunun vəziyyəti nədir? Yəni, uşaqlar, mən həmişə sizə deyirəm, hətta ət almağa imkanınız yoxdursa, yəni çox ət almağa, məsələn deyirəm, bu boyda döş ətin yanına, bu boyda döş ətin yanına 2 dənə, 3 dənə yumurta da qoyub yiyə bilərsiniz, ağını yəni. O da zülaldır. İndi bu da düyünün üstünə limon sıxıram, biraz tatlı olur, nəysə. Yəni bu qızıl balıq zat, siz özünüzü nə hesab eləyirsiniz? Bu tələbələrə bu diyetanı yazmaqda yəni nəyi göstərmək istəyirsiniz? Sən kimsən? Sən niyə o uşaqları, tələbələri, idmana həvəskar insanları o cür sıxırsan axı? Niyə belə eləyirsən? Kimdir sənə o ixtiyarı verən? Sən bazar müəllimlik eləyirsən, köməklik elə. Nə bilim, yəni neyinsən, nə iş görürsənsə, onu qarşı tərəfin cibinə, necə deyim, məbləğinə uyğun elə də. Durmusan orada, bütün adamın əsəblərini, Allahın dost tələbələr yazıb, götürüb biri mənə bax, yazıb ki, mənə dedi ki, gündə mütləq 500 qram balıq. Balığı gündə tapan var, qardaş. Cəmaat sənin üçün balıqçı zatdır, ala. Cəmaatın işi gücü qutarıb. Cəmaat gelir 12 saat işləyir, ayda 450 manat maaşa yeyir. Gündə 1 saat vaxt tapır, məşq eləmək. Adam var, evdən turnik asır. 2 dənə qantel alır ki, bir evdə məşq eləsin. Sən durmuşsan, başlamışsan oradakı qara ikra yeməlisən, qırmızı ikra yeməlisən. Bu videoya baxacaqsan, görəcəksən, biləcəksən ki, birbaşa bax sənə aid eləyirəm. Elə sənə aiddir. Olmaz. Ona görə istəmirsiniz də məni bəziləriniz. Bax, belə həqiqətləri dediyimə görə. Güya bu oliqarx müəllimdir, güya bu bomba oğlandır da, indi qızıl balıq yeməlisən. Yox, deyəcəm indi nə yeməlisən. Sən özün qızıl balıq yemisən heç ümumiyyətlə. Maçı.